İstəyirəm, əvvəla təşəkkür eləmək istəyirəm məni dəstəkləyən, yanımda olan insanlara təşəkkür edirəm ki, bu ağır günlərdə məni tək qoymadınız. Həmçinin bəyənməyənlərə də öz təşəkkürümü bildirirəm. Sayənizdə Instagram səhifəmin aktivliyi 10 dəfə artıbdır, belə hesablamalarıma görə. Hər bir cür bu mövzudan xayıb tutdu, hər bir cür kontent yaratdı, onlara da halal edirəm. Siz də necəsə çörək qazanmalısınız. Bunu ironiya ilə demirəm, tam səmimi deyirəm. Nə qədər istəyirsiniz bu mövzunu qurtalayıb, oradan kontent çıxardıb danışa bilərsiniz. Bu sizin təbii haqqınızdır. Reaksiyalardan danışmaq istəyirəm. Videoya kifayət qədər müxtəlif reaksiyalar gəldi. Təriflər qədər, kifayət qədər böyük tənqidlər var idi, tənqid elədiniz, yaxşı eləyirsiniz. Sonra təhqirə keçdiniz, ürəyiniz soyumadı, inboxuma keçdiniz, direktdə yazdınız təhqirlərinizi, orada da ürəyiniz soyumadı, keçdiniz, həyat yoldaşıma yazdınız. Özgə vaxtı biz arvad sözünü işlədəndə az qalırsınız, gözünüzü çıxardasınız. Yəni, bir çox mesajlarınız arvadım. Yəni, rahat olun. Yəni, estetiki yoxdur, müəyyən prosedurları var, adını bilmədiyim, amma lap elə olsaydı yenə də bu anlama gəlmir ki, mən bu haqda video çəkməməliydim, çəkməməliyəm. Yaxın ətrafında da kifayət qədər çox insanlar var, onlarla dostluğumuz var. Bu demək deyil ki, yəni mən onlarla düşmənəm, onları bəyənmirəm. Sadəcə olaraq zövqümdə deyil, bu prosedurların yaxşı olmadığını düşünürəm. Bu bizim aramızda böyük bir qalmaqal, dava və s. yaratmır. Reaksiyalarını sonra davam elədi, həyat yoldaşım başladı özünə yazmağa, onun isə təhqirlər eləməyə, tənqidlər eləməyə, bir xanım olaraq bir növ mənə təsir eləmək üçün hər vasitəyə əl atdınız, vallahi, yəni hər vasitəyə əl atdınız. Məlum bütün məsələlərdə kimlər nə elədiyini necəsə oradan buradan eşidirəm. Mübarizəni də aparanda mərdcəsinə aparmaq lazımdır. Sizin amma aranızda bir şey var idi ki, məncə bu ən dib idi, ən mundar bir hərəkət idi. 12 yaşında, 11 yaşında olan qızımın şəklini həyat yoldaşıma atıb, qızımın da qulaqları şərpədi, onu da yəqin estetik elətdirərsiniz demək oldu. Yəni, məncə mübarizəni bu qədər cılızlaşdırmaq, bu qədər alçaq bir yerə dartmaq, bu qədər mundar müstəviyə çıxartmaq çox aşağı bir hərəkətdir. Siz qadın haqları uğrunda mübarizə aparıb, başqa bir qadınları belə aşağılayıb və yaxud da ki, toxuna biləcək şeylərə toxunmaq. Mən o insanı heç axtarmaq istəmirəm, görmək istəmirəm, o insanla üzbəüz gəlmək istəmirəm, elə bir insanla eyni otaqda olmaq istəmirəm. Yəni, bu şeyi yaza bilən insan, yəni, bilmirəm nə qədər alçaq ola bilər. Yəni, bu formaya qədər gedib çıxdı hər şey. Adam hərdən... Yəni, mübarizənin də bir mübarizə forması olmalıdır, mübarizənin də bir etikası olmalıdır, etirazın bir forması olmalıdır. Etiraz edeyim, heç nə demir, sizin tənqidlərinizin heç birinə silməmişəm öz səhifəmdə, heç birinə pis, adekvat cavab verməmişəm, amma təhqir edirsiniz, xanımsınız, mən ümumiyyətlə, yəni, bilmirəm, yəni, heç nə demək istəmirəm. O ki, qaldı reklamın özünə, yəni, mən burada çox danışmaq istəmirəm, hər şey zaten göz qabağındadır. Biz orada iki ayrı gözəlliyi, təbii və qeyri-təbii müqayisə eləmişik. Əgər mən desəydim ki, təbii daha yaxşıdırmı, onda necəsə mübahisə eləməyə, dava eləməyə yerimiz olardı. Amma siz də təbii gözəlliyi daha çox sevirsiniz demək, mən qəbahət, səhv görmürəm. Almond şirkətinə də təşəkkür edirəm ki, belə bir proyektdə bir yerdə olduq. Şirkət videonu sildi, böyük təzyiqlər, şikayətlər, etirazlar, hətta Google-a girib şirkətin reytini 1-ə qədər, 1.9-a qədər salmışsınız. Mən öz tamaşaçılarımdan xahiş edirəm ki, qaldırsınlar, çünki doğrudan da adam üstünə Allah olur. Dadlı dondurmalar və şirniyyatlardır. Yəni, şirkətin mövqeyi bəllidir, onun öhdəlikləri mənim kimi deyil və videonu silib müəyyən bəyanat da yaydılar və bir çoxu izləyici xanımlar bu bəyanatı qəbul elədilər, barışdılar bir sözlə. Mən buna ancaq məmnunam. Şirkətlə də bizim baxışlarımız üst-üstə düşməyə bilər. Mən amma sadəcə dedim ki, mən
reklam hissəsini çıxardıb öz səhifəmdə paylaşacağam. Bu mənim üçün artıq bir prinsip məsələsidir. Niyə görə? Məni daha çox qıcıqlandıran və özümdən çıxardan şeylərdən biri qarşı tərəfin, yəni bu videonu bəyənməyən tərəfin despot düşüncə formasıdır ki, yəni bu video bizim xoşumuza gəlmir, bu silinib, üzr istənməlidir. Belə yox, yəni siz mənə bunu diktə eləyəcək adamlar deyilsiniz. Siz mənim nəyi silib, nəyi silməyəcəyimə qərar verən adamlar deyilsiniz. Ona görə mən videonun sırf səhifədə qalmasının tərəfdarı oldum. Çünki despot düşüncəni təhlükəli sayıram. Yəni bu düşüncə formasının xeyir gətirmədiyinə inanıram. Belə bir düşüncə forması 20-ci əsrin 30-cu illərində Almaniyada da hakim idi. Sovet hakimiyyətində də müəyyən dövrlərdə mövcud idi. 20-ci əsrin sonunda 2000-ci illərin əvvəllərində də Yaxın Şərqdə belə despot düşüncəyə, ya bizləsən, ya bizə qarşı, bizdən başqa hər şey şərdir, biz mütləq xeyrik, biz haqqıq, qalan hamı nahaqdır, bizlə eyni fikirdə olmayanlar məhv olmalıdır, biz onlara nifrət eləyirik, onlar yaşamaq haqqı yoxdur və s. kimi düşüncələr təhlükəlidir. Mən sizi əlbəttə onlarla eyniləşdirmək istəmirəm və inanmaq istəmirəm ki, siz o qədər qəddarsınız, amma düşüncə formanız, düşüncə istiqamətiniz çox yaxındır bu dediklərimə. Mən sırf ona görə düşündüm ki, yəni burada yox, bu dəfə yox. Çünki dəfələrlə olub ki, belə bir hallar olub, siz etiraz eləmişsiniz, bildirmişsiniz, öz mövqeyinizi müdafiə eləmişsiniz, şirkətlərə nəyisə məcbur eləmişsiniz. Baxışlar müxtəlifdir. Sizin üçün dəyər olan, sizin üçün mütləq olan, sizin üçün haqq olan şeylər başqası üçün olmaya bilər və hamı da bunu qəbul eləyəcək deyə bir şey yoxdur. Sizin liberal baxışlarınız ola bilər, qərb yönümlü baxışlarınız ola bilər, feminist baxışlarınız ola bilər, amma bu o demək deyil ki, hamı bunu ləbbeyk deyib qəbul edəcək və sizə birbaşa buyurun, əlbəttə deyib razılaşacaq. İndiyənə qədər bir çox şirkətlər qadın mərkəzli videolar, istiqamətlər, strategiya yürüdüb, bu istiqamətdə çoxlu işlər görülüb. Heç kəs ona etiraz eləmir ki, nəyə görə kişilər burada dışlanır, kişilər haqqında heç nə yoxdur. Qadınları idmana və başqa sahələri əladır, yəni yönləndirmişsiniz, okey, yaxşıdır, amma mütləq də hamı belə düşünməlidir, hamı buna riayət eləməli deyə bir şey yoxdur, təəssüf ki, bu həyatda. Və yaxud da xoşbəxtlikdən. Çünki insanlar müxtəlifdir, fikirlər müxtəlifdir. Sizin üçün haqq olan başqası üçün haqq ola bilər. Məsəl üçün, siz qadın müqayisəsini yol verilməz saya bilərsiniz. Mən düşünə bilərəm ki, qadın da kişi də müqayisə oluna bilər. Siz düşünə bilərsiniz ki, qadını obyektləşdirmək, təzə söz öyrəndim mən. Olmaz. Mən düşünə bilərəm ki, kişini də qadını da eləmək olar. Yəni, siz onu haram bilərsiniz, mən məkruh bilərəm. Eləməmək də olar, əlbəttə olar. Amma illah da bu olmamalıdır. Bu şey bizim xoşumuza gəlmir, ona görə bunu eləməyin, bu şeyi silin, bu özünü demokrat adlandıran, özünü liberal adlandıran, özünü azadlıq uğrunda, müəyyən qrupun haqları uğrunda mübarizə aparan adamlar üçün, adamların dediyi söz deyil. Siz bir qrup üçün mübarizə aparıb, digər qrupu sıxa bilməzsiniz, digər qrupun azadlığını ala bilməzsiniz. Ona görə də, yəni siz öz feminist baxışlarınız, çünki, yəni niyə məhz feminizmin adını çəkirəm? Çünki danışdığım adamların, mübarizə aparan və yaxud da əks kontent yaradan adamların bir çoxu özünü belə mövqeyləndirmişdi. Aralarında kifayət qədər adekvatda insanlar var idi, bəylər, xanımlar və kifayət qədər də yaxşı argumentli videolar çəkmişdilər. Amma üzr istəyirəm, yəni bu demək deyil ki, mən sizin hamınızla bir razılaşmalı, sizin könlünüzü xoş eləməli, bu şey sizin xoşunuza gəlmirsə, mən bundan imtina eləyib, sizin baxışınıza uyğun olmalı, ona uyğun davranmalıyam. Yəni sizin mütləq saydığınız, dediyim kimi, sizin həqiqətləriniz mənim həqiqətlərim olmaya bilər, həqiqətlərim deyil. Və mən buna görə, ay məni bağışlayın, bunu pozub sizdən üzr istəyəcəm, gözləyirsinizsə, yox, üzr istəməyəcəm. Çünki belə düşünmürəmsə, buna məni məcbur eləyə bilməzsiniz. Nahaq saydığım şeyə görə heç kəsin qabağında kimisə könlü xoş olsun, kiməsə xoş gəlim, kimlərsə məni bəyənsin deyə özümdən imtina eləmək fikrim yoxdur.
Əgər iddianız böyükdürsə, əgər səhv olduğunu düşünürsünüzsə, gedin siz daha yaxşısını çəkin, daha sizin fikirləri ifadə edən, sizin ideologiyaya uyğun gələn videolar necə eləsin. Bu qədər adam aramızda bir Talih Yüzbəyev kimi adam, bir əl qələm tutan, əl kamera tutan adam yoxdur ki, gedib əksini çəkib, daha yaxşısını çəkib, nümunə çəkib göstərəsiniz ki, belə olur, biz də baxaq deyək ki, hə, ya da deyək, yox. Yəni, bunu illah da yəni sizlə eyni fikirdə olmayan adamdan niyə gözləyirsiniz, niyə tələb edirsiniz? Məncə bu belə çox biraz düzgün alınmır. Feminizmə gələndə isə nəysə, uzun söhbətdir. Mən tərəfdarı deyiləm. Sırf bu 4-cü dalğa radikal feminizmin ilk dövrlərində okey elədikləri şeylər məncə çox yaxşıdır. Qadın haqları, səs vermə, vəkalət məsələləri və s. iş yerləri, okey, hər şey okeydir. Amma indiki belə kişi düşmənçiliyinə dayanmış, kişilərə bir növ xor baxmaq, nə bilim, düşmən bilmək, maskulinliyi toksik adlandırmaq, yəni kişinin ideologiyanı önə çıxardıb biologiyanı arxaya atmaq, diqqətlə desəz dünyada artıq bir geri sayım başlayıb. Bu feminizmin yaratdığı fəsadlar artıq müəyyən müzakirələrə və təşvişə səbəb olub. Çünki insan sayı yaxın 50 ildə azalacaq, 80 ildə iqtisadi böhran gözlənilir. Buna görə boşanmaların sayı artıb, nə bilim, kişilər və qadınlar xoşbəxt deyirlər və depressivdirlər. Yəni bu başqa mövzudur. Mən bura girmək istəmirəm, sadəcə olaraq yadıma düşdü dedim. Xülasə, uzun oldu, amma nə demək istəyirəm? Yəni bir neçə gündür hamımız bu müzakirələrin içindəyik. Mən nə qədər də işim aktyor olmaq və bu, yəni Instagram sayfam var, bir məşhurluq var. Yenə də bu cür diqqət mərkəzində olmaq stres yaradır hər fırlatsaz. Mən də yorulmuşam. Ona görə istəyirəm ki, artıq mən tərəfdən yəni bu mövzunu deyim və bitsin. Video yerindədir. Kim bəyənmirsə baxmasın, kim bəyənmirsə bəyənmədiyində yazsın, nə istəyir eləsin. Amma heç kəs blok eləsin məni, amma heç kəs mənə diktə eləməsin ki, sən bunu belə eləməlisən, elə eləməlisən. Diktənizi məncə özünüzə saxlayın.